Salam, kanalıma xoş gəlmisiniz. Bugünkü videoda sizinlə Azərbaycan mətbəxindən olan balıq buğlaması hazırlayacağıq. Gəlin bir yerdə hazırlayaq. Yemək üçün balıq götürülür. Mən kütün balığından istifadə etmişəm. Balığın pulcuqları, içi, qulağı tərtəmiz təmizlənir, yuyulur, qurudulur və böyük tikələrə doğranılır. Seçilmiş göyərtilər yuyulur, qurudulur, xırda-xırda doğranılır. Qırmızı soğanı doğrayırıq. Balıq tikələrinin üzərinə duz, istiot, sumaq, acı və şirin bibər, sarı kök vurub yaxşı-yaxşı qarışdırırıq. Sonra qazanın dibini yağlayıb hazırladığımız ərzaqları layla qazana yığırıq. Birinci soğan tökülür, sonra balıq tikələri qoyulur və beləcə də davam edib yeməyin üzərini göyərti ilə qapayırıq. Üzərinə 100 qram kərə yağı, 100 qram su əlavə edib ağzını qapayıb orta dərəcədə bişirməyə qoyuruq. Bir neçə müddətdən sonra qazana 3 qaşıq abqora və yaxud kimin abqorası yoxsa sirkə tökə bilər. Sirkə əlavə edirik və sarı böyük turşular. Buxara da əlavə edə bilərik. Qazanın qapağı bağlı halda bişirilir. Budur, yeməyimiz hazırdır. Həm gözəl görünür, həm də çox dadlıdır. Buyurun, siz də hazırlayın. Çox da asandır. Nuş olsun, ağız dadınız heç zaman pozulmasın.